Salam əziz şagirdlər. Mən bu gün sizə məntiq kitabları haqqında tövsiyələr vermək istəyirəm ki, RFM-nin məntiq kitablarından hansı kitabları işləyərək öz biliklərinizi möhkəmləşdirə bilərsiniz. Və həm də lisey və gimnaziyalar haqqında da verəcəm. Bu kitabı əgər lisey və liseylərə və gimnaziyalara qəbul olmaq üçün işləyə bilərsiniz. Bütün kitabı işləyə bilərsiniz. Amma sırf olimpiyalara hazırlaşırsınızsa, o zaman kitabın arxasında riyazi təfəkkür adlı bir hissə var. Riyazi təfəkkür var. Baxın, yəni bu tipli suallar var. Yəni işləyə bilərsiniz. Amma liseylərə hazırlaşırsınızsa, kitabın hamısını işləyə bilərsiniz. Amma olimpiyalara sırf hazırlaşmaq üçün alırsınızsa, kitabın arxa səhifələri sizin üçün uyğundur. Bu kitabdır. İzənin kitabıdır. Bu kitab sizə ilk öncə bunu göstəreyim. Baxın, bunlar eyni kitablardır əslində. 5 ilə 6-cı sinif üçün eyni kitablardır. 5-ci sinif üçün Lütfuzadənin Etibar Lətiflinin kitabıdır. Bunun yeni nəşrdə çıxmışdır. Yeni nəşrdə ala bilərsiniz. Çünki 6-cı siniflər 5-ci sinifi bəzi tipli sualları işləməmiş. 6-cı sinifə keçəndə biraz çətin çəkəcəksiniz deyə. İlk öncə 5-ci siniflər üçün 5, 6-lar üçün də 6 işləmək olar. 6-cı siniflər üçün deməli Etibar Lətiflinin bu testini tövsiyə görürəm. Baxın, bu tipli suallardır. Məncə yaxşı suallardır. Həm bunu kitabı lisey və gimnaziyalar hazırlıq üçün istifadə oluna bilər, həm də ki, olimpiyalara hazırlıq üçün aşağıda verilən olimpiyalarda hazırlaşan şagirdlər bu kitabdan istifadə edə bilərlər. Çünki həmin o tipdə suallar da bu kitabda yer alıbdır. Deməli, burada bir də Dahamatik kitabı yerləşir. Dahamatik kitabı 5, 6, 7, 8-ci siniflər üçündür. Burada verilən olimpiyalar adları var. Həm bu olimpiyalara adlar üçün istifadə oluna bilər. Həm də ki, Dahamatik kitabını 5-ci sinif işləyəndən sonra 6-cı sinif işləyə bilərsiniz. Mən 5-ci sinifini ən çox tutaq ki, 6-cı sinifdə oxuyuruq və riyazi təfəkkürlə bağlı suallar əgər məsələn üçün natural ədədlərlə verilərsə, natural ədədlərlə bağlı sual tipləri burada yaxşıdır. Nəinki natural, həm də ki, kəsirlər də bir tip olaraq verilmişdir. Yəni bu kitabı 5-ci, 6-cı sinifini aldırandan sonra paylaşacağım. Bir də Riyazi Turan Həsənlinin kitabı var. Bu 5, 6, 7, 8 siniflər, 5, 6, 7, 8-ci siniflər üçündür. Erəm nəşriyyatındır. Bu kitabı əlbəttə ki, məsəl üçün 8-ci sinifi gözləməyin. Bu kitabı 5-ci sinifdə işləyə bilər. Ən yaxşı 6-cı sinifin gücü çatar. 5-ci sinif 5-dən başlayaraq işlədilə bilər. Yəni asan kitabdır. 5-ci sinifdə işlədilə bilər. Mənim fikrimcə asan tipli kitabdır. Deməli, burada sizə bu videomda istədim ki, kitab tövsiyəsi verim ki, yəni məntiq kitabları olaraq hansı kitabları ala bilərsiniz. Dahamatikini də 6-cı sinifini alandan sonra 6-cı siniflə paylaşacağım. Sağ olun, görüşəndək.